Azərbaycandan Ukraynaya yola düşən 34 tələbə Moldova hava limanında saxlanılıb. Bu barədə APA'nın qaynar xəttinə şikayət daxil olub. Tələbələr bildiriblər ki, heç bir əsas göstərilmədən hava limanında saxlanılıblar və orada gecələməyə məcbur olublar. Hadisə ilə bağlı tələbələrin yanında olan valideynlərdən biri Əliağa Həşimov bildirir ki, sərhədi keçərkən tələbələrin getməli olduğu Ukrayna Universitetinin nümayəndəsi də onlarla olub və Moldova tərəfinə sənəd təqdim edilib ki, bu siyahıda adları olan şəxslər Ukraynadakı universitetin gözlədiyi heyətdir. Siyahını gömrük işçiləri qəbul ediblər və sənədlərin tam qaydasında olduğunu bildiriblər. Bundan sonra tələbə və valideynlərə içəri keçəcəklər deyilib. Pasportlar da geri qaytarılıb. Lakin təxminən 20 dəqiqə sonra onlara bildirilib ki, keçidə icazə verilmir və bütün heyət bir yerə toplanaraq saxlanılıb. Bildirdilər ki, misal üçün, Təhsil Nazirliyində, Ukrayna Təhsil Nazirliyində biz rəsmi qeydiyyatdan keçməyib də bu uşaqlar. Biz uşaqların adını Təhsil Nazirliyinin sisteminə qeydiyyatdan keçib, onu görüntülü olaraq göndərdik. Ondan sonra dedilər ki, sizə dəvət məktubu olmalıydı keçmək. Uşaqlara aparan təşkilatın nümayəndələri də var idi. Məktubları da göstərdilər, onların atdıqları formacı, bax bu da məktublar. Ondan sonra çox proseslərdən sonra bütün sənədləşməni göstərdik. Axır gördülər ki, mümkündür, hər bir şey qaydasında dedilər ki, buraxmırıq. Yaxınlaşıq hansısa gömrük məmuruna ki, zəhmət olmasa bizi məlumatlandırın, bir Allahın qulu bizdən danışmır. Getdilər, yığırlar cəmaatı burada içəri. Burada da itlərlə dururlar cəmaatın başının üstünə. Tam gedir biri su içməyə, bir buraxır, ya iki. Şəxsi tələbatını ödəmək üçün o tərəfə ayaq yoluna keçməsi lazım. Yox, sənin canın çıxsın dur burada, qoy geçsin, tutalım, su içən qayıtsın, sonra səni buraxarım. Azərbaycan Moldova səfirliyini onların qaynar xəttinə də yığdı. Dedilər ki, güya çıxıblar Ukraynanın Təhsil Nazirliyinə, bəs oradan yox cavabı gəlir. Ukrayna Təhsil Nazirliyinə dedilər ki, vəbşi Moldova hökumətinə bizə heç bir məlumat, heç bir sorğu gəlməyib ki, biz onlara hə və ya yox deyək. Susuz uşaqlar bütün günü buradadılar. Hamımızın cibində pul var, dollarımız var. Deyirik ki, imkan verin, dollarla deyir olmaz. Kimin kartı varsa, gedirdi, yemək alırdıq, qoyurduq ortalıqda özümüzdə uşaqlar yeyirdik. Məsələ ilə bağlı Azərbaycanın Moldovadakı səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən məsələ barədə araşdırılma aparıldığı bildirildi. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə də sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, Moldovadakı səfirliyimiz məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib. Ancaq onların universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onları Ukraynaya buraxmayıb. Onlar ölkəmizə geri qaytarılacaq. Fəridə Şahbazova, APA TV.